Bu kinonun kayfı ölmür və uğraşdıram ya. Недаром говорил великий и мудрый Абу Ахмад ибн Бей, первый шофер этой машины. Abu Ahmad ibn Beyke bile. Саша. Учтите, говорил он, один Аллах ведает, куда девается искра у этого недостойного выродка в славной семье двигателей. Salam uşaqlar. Paylaşın yayımı, paylaşın. Nə bilim, bəyənin, nə bilim, neyini siz edin də. Yəni bir dənə bir iki kəlmə sözüm var. Yəni hə bilirsiniz ki, heç vaxt bu vaxtlar yayım açan adam deyil. Paylaşın, qoy hamı burada bir dənə olsun. O mənə istəyən də, istəməyən də, mənim dalımıza danışan da, yalanlara inanan götlər də, qoy hamısı burada olsunlar bir dənə. Deyəcəm sizə nə var, nə yox. Allah'ın da olsun, mən Timo yazır buradan, Timo yazacağım, canlıdayım. And ol Allaha, mən kimə nə eləmişəmsə Azərbaycan repində, yəni kimə nə eləmişəmsə indiyə qədər, həmişə səmimi qəlbdən, ürəkdən eləmişəm. Yəni ilk növbədə bu işi sevdiyim üçün işə can yandırmışam, ortama can yandırmışam. İkinci növbədə isə kimlərlə ki münasibətim olub, yoldaşlığım olub, onlara qarşı münasibətdə, yoldaşlıqda səmimi olmuşam, həmişə. Olacaq canlılar, nəşə olmur ki, qaqaş, yəni mənim öz elədiyimiz şeylər davam eləyəcək, Kadero, öz yayımlarımız, öz söhbətlərimiz, hamısı yerində. Söhbət repdən gedir, Azərbaycan repindən gedir. And ol Allaha, mənim uşaqların bilən bilir ki, yəni hamısıyla 90% demək olar ki, hörmətim var. Danışırıq, söhbətimiz qəşəng, münasibətimiz normal. Mən hamıya demişdim. Hamıya deyəndə bu məsələdə mənimlə söhbəti başlayan, mən söhbəti əslində başlamamışam. Hamı elə bildi ki, söhbəti mən başlamışam. Vaxoya nəsə demişəm falan. Mən özüm öz payıma deyirəm. Mənim o canlı yayımda mənə soruşurlar ki, izləyici yazır ki, bəs Kadero, meydan sənindirə gedəcəksən. Mən də bildiyim bu olduğuna görə təəccüblə yanaşıram ki, meydan sənindir, var bəyəm. Çünki mən bilirdim ki, bitib, qutarıb, Pərviz oradan aralaşıb. Mən bunu bilirdim. Mən bunu ondan eşitməmişdim. Mən bunu Pərvizdən eşitmişdim. Yəni, bu dünən Pərviz də nəsə paylaşıb eləyib. Yəni, o paylaşmaqla deyil. Yəni, bu sözü mənə Pərviz deyib. Nəsə, oraları keçirəm. Yəni, mən siz niyə danışıram bu söhbəti? Hamı elə bilir ki, Kadero çıxdı, danışdı, Kadero dedi. O yandan, nəsə də bu yandan bir şey çıxartdılar, atdılar Kaderonun qabağına, qaldı Kaderonun içində. Yox, elə deyil. Yəni, heç elə deyil də. Əgər mənə batırmaq istəyirsinizsə, mən boğuluramsa, mən hamını boğacam. Yəni, belədir. Çünki mənə qarşı ədalətli oyun oynamadınız. Bilirsiniz nətərdir? Mən Vaxoyla danışanda Vaxoya da dedim, qaqaş, mənim ümumiyyətlə səninlə problemim yoxdur. Sən niyə söyüş paylaşmısan mənə haqqımda, neynəmsən? Nəsələ o dedi, o meydan sənindirlə bağlı, sən belə demirsən, sən mənimlə oyuna başladın deyə mən də səninlə oynayacam, görəcəksən zat, biraz da belə də, yəni Vaxo böyük nastroyla, yəni mənə qalib gələcəyini düşünür, eləyir. Mən də dedim, tamam, okey, gəl eləyək. Eləmirsən, okey, amma bir dənə şərtlə. Bir-birinə yalan atanın, şər atanın, söyüş söyənin, üçüncü bir şəxsi söhbətə qoşanın, aramızdakı söhbətə üçüncü bir şəxsi ümumiyyətlə də əlaqələndirənin kişilikdə payı yoxdur. Biz Vaxo ilə bunu danışmışıq, bitib. Nəsə, bu söhbəti qoyuram bir qırağa. Yəni, irəlidə kim qarışacaqsa, kim nəsə olacaqsa, bunların hamısını zaten ortaya qoyulacaq, hamısını biləcəksiniz. Hələ bir iki dənə şey eşitmişəm dünənlərim qarşı tərəfdən. Elə boy buradan da onu da deyim, belə götürən götürsün. Zaten istəməyənlər, mənim videoma baxan, burnuma, bığıma, qaşıma, saçıma baxıb, buna bambul yoxşir. Belə dəyər verən o hamının ağzına soxum da. Yəni, bunu buradan belə deyirəm, biləsiniz. Bu figuru götürün, qoyun qırağa. Siz bu danışılan sözə diqqət verin, sözə önəm verin. Yəni, mənim şəxsiyyən, mənim ola bilər ki, fiziki, nə bilim, cismi, ruhani, sizə xoş gəlməyə bilərəm, bu normaldır. Amma belə ədalətli olun, həmişə ədalətli olun, belə
bura danışır, bura həmişə düz danışır. Belə yatanda bura qulaq asın. Yəni bu düz danışır həmişə. Mən həmişə ədalət, mən deyirəm də, mən Tanrıya şükür edirəm ki, nə qədər belə həyatda səhvlərim olub, nə qədər nə bilim də belə mundarçılıqlarım olub, amma heç vaxt heç kəsə haqsızlıq eləyib haqqını yeməmişəm. Ədalətli olmuşam həmişə qərar verəndə. Bu mənim qardaşım da olsa belə olub, bu mənim ailəmin içində də olsa da bu belə olub. Həmişə mənə yaxından tanıyan adamlar bilir. Mənim ailəmdə də vəssə bu problem olur ki, sən niyə bu sözü dedin zat? Mənim üçün haqq deyə başa düşdün, gəldi şappıldadızam gedəcək. Mənim üçün bu belədir. Amma kimsə çirk atmaq istəyir mənim üstümə, kimsə məni ləkələmək istəyir. Mən demişdim qatmayın. Bax oyunla aramızdakı söhbətə kimsə qatılmasın. Sonra eşidirəm ki, dünən axşam mənə story atıblar, Mike Zuman'ın storiesini. Ki nə bilim də, belə də zloy qaqaş gedir də bomba kimi. Yəni Zoraya belə rappers ki, bomba kimi eləyirsən, elə qaqaş. Prosta mənə maraqlı olan odur ki, bu 5-10 gün idi, yox idi bu söhbət. Bizim bu aramızdakı söhbət 10 gün bundan qabaq olub, bitib. Bir də görürəm Mike durduğu yerdə belə bir şey paylaşır. Və o söhbətin, Mike'ın paylaşdığı söhbətin böyük tərəfi gəlir mənə dayanır. Başa düşdün? Mən də Endlə əlaqə, Mike'la əlaqəyi kəsə bilmədim. Endlə əlaqəyi kəsdim. Çünki biz bu söhbəti bağlamışdıq aramızda. Cəmaət elə bilirdi ki, biz dalaşmışıq, nə bilim, vurmuşuq, döymüşük. Belə bir söhbət gəzirdi ortalıqda. Biz amma telefonda, sadəcə telefonda bu söhbəti bağlamışıq. Ki, qaqaş qutardı. Budur, sizdə budur, söhbət vuruz eləyim. Bitdi. Yəni, salamatçılıqla bitmişdi hər şey bizdə. Yenə də salamatçılıqdır. Mən dünən Endlə söhbət edirəm. Yəni, mənə görə, özünə də dedim, mənə görə elə bomba kimidir hər şey, qaqaş. Ümid edirəm ki, o tərəfə görə də elədi. End mənə deyir ki, Karoçidə, kimsə qeyib mənim adımdan, indi adını çəkməyəcəm. Kimsə qeyib mənim adımdan deyib, ha. Ki, Kadero deyir ki, biz Endgili döydük, tapdaladıq, nə bilim, vurduq, əzdik, belə bir söhbət edir. Mən də qayıtdım, dedim ki, bax, belə birbaşa da buradan da deyirəm, bax, bunu da götürün. Yəni, bilirəm ki, o səhifələrdən getmir söhbət, o götlərdən gedir söhbət. Hansı ki, balaca rekord eləyib göndərirlər, ha. Kontekstdən çıxardırlar söhbəti, göndərirlər balaca. Yəni, Kadero qayıtdı ki, filan kəs ostur. Ama bunun əvvəli var, bunun axırı var. Sən bu kontekstdən çıxardıb mənə qəhvə kimi atırsansa, sən belə götün yekəsisən elə. Yəni, qulaq asın. Mən də qayıtdım dedim endəki, qaqaş, bax, mənim indiyənə qədər, mən bütün tanıyan adamları deyirəm, mənim danışdığım heç bir sözün, hansısa sözün dalından qaçdığımı görən olub ki, Kaderova, sən bu sözü demirsən, dalında dayanmamısan. Və yaxud sən gəlmişik, belə bir söhbət olub, sən qaçmısan. Yoxdur belə bir şey. Yəni, mənim 40 yaşım var. Bu yaşıma qədər 24 ildə bu musiqi, incəsənətlə belə də başımı qatıram buralarda. Belə bir şey olmayıb, ola da bilməz. Allahın izni ilə. Mən də dedim ki, endə, qardaşım, bax, bu sözü götür mənim ağzımdan, rahatlıqla istifadə elə, sənə deyən Lüboy oğlana. Ki, elə bir söz deyənin kişilikdə zərrə qədər payı yoxdur. Mən əgər haradasa demişəmsə ki, biz endgili döydük, vurduq, dalaşdıq. Allah, mən endlə üzböy heç gəlməmişəm də, başa düşürsən. Yəni, bu sözü mənim üstümə atmaq ki, Kadero belə deyir və bunu bilmədən, oradan buradan eşitmək, atıb uşaqları qızışdırmaq nədirsə, buradan hamıya deyirəm. Bu düzdə fətva verməyənin götün balasıdır. Başa düşdünüz? Hamıya deyirəm. Düzü düzdür. Lüboy sözümün də dalında dayanıram. Söhbət qalsa Daişi getməyə, Azrepin Daişi getməsinə. Mən Vaxo ilə problemim yoxdur. Bax, ciddi deyirəm, mənə maraqlı da deyil Vaxo. Yəni, mən daha önəmli işlərlə məşğulam. Mən Vaxo maraqlı deyil ümumiyyətlə. İtin balası da o adam mənə maraqlı deyil. Öz payımı oğraş yalan deyirəm, o adam mənə maraqlı deyil. O adam niyəsə özünə götürdü onu ki, mən meydan sənindir də ona söz atmışam. Allah, mən oturmuşam bomba kimi vəziyyət, özüm üçün gecəmə oturmuşam, söhbət edirəm. Soruşurlar məndən ki, meydan sənindir, getmirsən. Mən də Pərvizlə elədiyim söhbətdən bilirəm ki, meydan sənindir, qutarmışdır da. Mən də deyirəm, meydan sənindir, var bəyəm. Mən bildiyim Pərviz yoxdur, meydan sənindir, mənə deyib Pərviz yoxdur, mənim üçün də Pərviz yoxdursa meydan sənindir, yoxdur. Bu fikri demişəm, ha, burada Vaxo bu sözün harasındadır. Niyə bilmirəm Vaxo bu sözü özünə götürdü. Sonradan bilmişəm, baba ilə danışmışam, isbatla. Yəni, çox istədiyim bir qardaşımızdır o da. Yəni, eyni zamanda o tərəfdən də münasibəti yaxşı olan insandır. O tərəfdən deyərdim də hətta. Baba ilə mənim çox bomba münasibətim var. Danışmışıq. Baba mənə deyib ki, yox da bu proyekti biz eləyirik.
Yəni Pərviz olmasa da, Pərviz yoxdur ki, amma mən varam. Sunay var, heç vaxt onu qoyur bir qırağa. Ki biz varıq da, brat. Mən də qayıtdım ki, brat, mən bilmirdim. Mənim bildiyim o idi ki, meydan sənindir. Yoxdur, Pərviz yoxdur. Mən də bilirdim ki, siz Pərvizlə, siz də Pərvizin komandasınız. Pərviz yoxdursa, siz də orada yoxsunuz. Ümumiyyətlə, siz ağlıma gəlməmişsiniz də meydan sənindirlə bağlı. Vaxo ilə bağlı, ümumiyyətlə, onunla bağlı fikir də bildirməmişəm. Meydan sənindir, cavabım belə olub. Burada bu söhbətin Vaxo harasındadır, nədir, bilmirəm. Ortada mutqalıq eləyən hamıya, sözümü dedim də, təkrar çox söymək istəmirəm, iyrəncləşir adam. Nəsə, isbatla biz danışdıq, mən bildim ki, meydan sənindir, var, davam eləyir. İsbat, Sunay, yəni mənim doğrudan da hörmətini saxladığım, xətrini istədiyim insanlardır bunlar. Okey, bu Vaxo ilə münasibətləri yaxşıdır, yaxşı deyil. Bunların mənə heç bir aidiyyəti yoxdur, özləri bilərlər. Heç bir problem yoxdur da, yəni demək istəyirəm, başa düşürsünüz. Vaxo belə bir söhbətə gəldi, qatdı, qarışdırdı bütün aləmi, nə bilim də, belə bir yerə gətirdi. Mən də deyirəm ki, tamam, belə oynayırıqsa, belə bir-birimizə şər ataraq oynayırıqsa, söhbətin Pərviz o situasiyası paylaşdı ya, ki, mən meydan sənindir deyəm, mən onlarla birlikdəyəm, davam edirik falan. Bu statusu paylaşdı var ha. Pərviz o ilə demək istədi ki, Vaxo haqlıdır. Yəni, ya qarışmazdı ümumiyyətlə. Mən də Pərvizin dostuyam, mən Pərvizin ailə dostuyam. Başa düşürsün, necə ki, Vaxo elə də mən. Yəni, Vaxonun bəlkə bilmədiyini bilirəm. Bəlkə də, yəni, mənim də bilmədiyimi 100% Vaxo bilir. Yəni, mən o qədər şey bilirəm ki, yəni, bizim münasibətimizlə bağlı, o qədər səmimi olmuşam ki, mən. Və indi Pərvizin hansısa bir tərəfdə olduğunu görmək, bu heç bir halda xoş deyil və yalandan bunu eləmək. Bu, vəbşə xoş deyil mənə. Mən demirəm, ha, yəni, mən Pərvizi anlayıram ki, bu duyğusal yanaşıb, dostudur falan, yəni, belə bir şey eləyib. Ya eləməzdin, ümumiyyətlə, qarışmazdın. Eləyirsənsə də haqlı, ədalətli olmaq lazımdır. Çünki mənə sən demirsən, mən o layihədə yoxam. Bitib, nə bilim, yəni bu şey nə söhbətidir, mətbəx söhbətidir, nə söhbətidir. Mən üçün Pərvizə olan xətir dəyişmir. Yəni mən yenə də onu istəyirəm. Amma mən bu günlərim oyanmışam, baxıram ki, bütün səhifələr, bütün Azrep media Kaderoya göt kimi baxır ki, Kadero yalan danışdı. Meydan sənindirlə bağlı, Pərvizlə bağlı söz dedi, amma Pərviz çıxdı dedi ki, elə deyil, belədir. O sizə sübutdursa əgər Pərvizin statusu, mən də deyirəm, mən hələ gözləyirəm. Allah'ın da olsun mənim sübutlarım var. Yəni mən danışdığım hər şeyi sübut eləməyə hazıram. Mən oyunu alt üst sevirərəm də. Ümumiyyətlə hal-hazırda Azərbaycanda gedən oyun var ha. And ola Allaha deyirəm, alt üst sevirərəm. Hamı şaşar da fələyini ki, bu nə baş verdi. Yəni mən elə şeylər bilirəm. Məni yəni yıxmağa çalışmayın, məni təkləməyə çalışmayın. Mən onsuz da həmişə tək vuruşan adam olmuşam. Mənim yanımda bir iki dənə dostum olub, həmişə mənimlə vuruşub. Yəni yanlışımda da, düzümdə də yanımda olan uşaqlar, yəni hamı bilir bu Tibudur. Hal-hazırda Zigi qayıdıb yanımızdadır. Yəni Zigidir. Öz komandam uşaqların deyəni, hamısını bilirsiniz. Azrepdən 2X dizidir zat. Yəni mənim üçün bu insanlar okeydir. Mən başqa şey artıq heç bir maraqlı deyil. Hamısını tanıyıram. Nə lazımdır da deməyə, danışmağa, açıqlamaq verməyə hazıram. Bilirsiniz necə, belə ürəyiniz istəyən kimi. Mən bir dənə onu demək istəyirəm ki, mən hələ heç nə eləmirəm. Ciddən mən hələ heç nə eləmirəm. Heç nə paylaşmıram. Heç nə asıb tökmürəm ortaya. Mən sadəcə olaraq bu dəqiqə, yəni prosta deyirəm ki, vəziyyəti düzəldir. Yəni mən nə demişəmsə, düppədüz demişəm. Mən nə demişəmsə, dalındayam. Fərqi yoxdur kim nə paylaşır, hansı statusdur, kim nədir, o nə paylaşır. Belə bugünkü status dəyişdirmir də sənin dünən dediyin sözü. Başa düşürsən, mən və dünən nəsə bir söz deyim, bugün status paylaşım ki, elə deyil, belədir. Bu mənim dünənki hərəkətimi dəyişdirmir. Başa düşürsünüz. Mən bunu sosiala daşıdım, mediaya daşıdım, bunlar var ha. Bu bilirsiniz necə, o duyğusal yanaşan insanlar üçün belə ağır gələ bilər ki, niyə bunu belirlədin? Amma mənim yerimə kimsə qoysa özünü, mənim yerimə özünü qoysa ki, bu boyda oyun fırlanır, mənim üzərimə
belə endgil tərəfdən mənim üzərimə ləkə atmağa çalışırlar. Halbuki ümumiyyətlə ağzımdan elə söz çıxmıyor. Mən demişdim, yalandan söz atanım, belə nəsə də söyüş söymürəm. Lazım gəlsə o belə açıb göstərərəm də. Başa düşdüm, mən xəbərdarlıq eləmişdim mənim haqqımda yalan söz deyənin, belə. Gedib endgili qızışdırıblar ki, Kadero belə deyir. Bilmirsən, dəqiq bilmirsən, mən elə demişəm yoxsa yox, oradan buradan eşidirsən. Sən bu zamanda niyə deyirsən? Bu nədir? Yalan informasiya verməkdir. Mənim yazdığım mesajın üstünə oturur bu. Bu bir. İkincisi, bu tərəfdən Pərvizi qatırsınız oyuna. Pasteri niyə qatdınız oyuna? Yəni Pasteri niyə? Mən bilirəm ki, Pasteri Vaxo qatdı oyuna. Başa düşsən, o onun həssas nöqtəsidir deyə. Dostluqları var da, yoldaşlıqları var. Keçə bilmədi Vaxodan. Amma mən də onun dostuyam, mən də onun yoldaşıyam. Yəni, Vaxo haqqında bir status paylaşdı. Vaxo haqqında bir status paylaşdı ki, meydan sənindir də birlikdəyik falan. Dalıca End haqqında status paylaşdı Pərviz. O da bizə jestdir də, mən Vaxonun tərəfini tutdum, sizi də atmıram. Yəni, bu deməkdir. Tamam, anlayıram. Amma mənim gözəl qardaşım, yanlışdır. And ol Allaha yanlışdır. Ədalətli olmaq lazımdır. Mən bunu belə bilirəm. Qardaş, mənim başımı kəs qoy yerə, bu belədir. And ol Allaha, məhləmə gəlsinlər. Bunlar da var da, talpa ilə gəlsinlər, söhbətə çağırsınlar məni. Qardaş, bu belədir. Yəni, mən dediyim kimidir. Çünki mənim faktlarım var, mənim sübutlarım var. Mən açacam, deyəcəksiniz ki, qəhbəli elədi Kadero, başa düşdün. Amma mən baxıram ki, mən təmiz oynamaq getmir, təmiz oyun getmir. Çünki ləkəliyirlər məni. Başa düşürsünüz? Mənə ləkə atırlar. Mən demişdim ki, ədalətli oynayın mənə. Nə demirsən haqqımda, düz denən. Endə qeyb dediyin söz yalandır haqqımda. Başa düşdün? Bilir bu mesaj kimədir. Endgili qızışdırdınız, Mike cümə götürdü, video çəkdin. Hələ indi o qaqaşla əlaqəyə kəsə bilməmişəm. Hansı ki, 5 gün bundan qabaq Mike cümə mənlə öpürəm, bro, görüşərik. Belə deyib sağollaşan adamdır, başa düşürsən. Gəlib cəmaada tırqa verirsiniz, qaz verirsiniz. Eləmə, bu sözün, söhbətin var, özün elə. Kimisə niyə atırsan ortaya? Niyə yem atırsan uşaqları ortaya? O uşaqlar nəsə deyəcəklər belə, söhbət qalxacaq, böyüyəcək. Bildiz söhbət nədən gedir. Mən ifadə eləmək istəmirəm də, nə bilim, məsələləri. Söhbət böyüyəcək, o söhbəti deyən adamlar gəlib çıxacaq ortaya. And ol Allaha, orada nə vaxı olacaq söhbətin ən axırı yerində. Nə vaxı, başa düşdün, o qaz verənlərin heç biri olmayacaq. Qoyacaqlar endgili qalacaq tək ortada. Başa düşdün, uşaqları qoyacaqlar ortada, qalacaq uşaqlar tək. Mən də bunu bildiyim üçün, mən dünə endlə danışdım, dedim, qardaş, Ekstizi ilə nə bifim var, nə söhbətim var, özünüz bilərsiniz. Mənə nə sözüm var, nə tənqidim var, özün bilərsən. Bax, hər şey çərçivədə olduğu müddətcə mənim üçün okeydir, heç bir problem yoxdur. Amma dedim, qoymayın, qardaş, sizi kimsə istifadə eləsin. Fakt, Mike'ı qızışdırıb atıldı ortaya. Qardaş, yəni buradan Mike'a deyirəm, qardaşım, Allah haqqı yanlış edirsən. Yəni, elə bir söhbət olmayıb, elə bir söz deyilməyib. Tamam, baxarsan yayıma, hər şey danışmışam. Yəni, atbəli şeylə açmamışam. Amma baxarsınız yayımı, götürərsiniz, nə ürəyi istəyir, götürərsiniz. Bundan sonra da, mənə kimsə yıxsın, Mabratski, zar. Yoxdur, mən bu sferada, yəni hal-hazırda Azərbaycanın içindəki repdən gedir söhbət. Yəni, mən öz uşaqlarımızı oradan saymıram. Mənim canım, qardaşım, dostum yoxdur. Yanıldım, məyus oldum. Bir daha inandığım üçün uduzdum. Özümə uduzdum. O statusu yazanda heç kəsin götü şişməsin. Neyim ki, mən kimsə məni gördünüz, Kadero'ya necə qoydum, Kadero təslim oldu, uduzdu. Heç kəsə ona gəlməsin, ala. Amma bir dənə prosta başa düşsün ki, mən belə döyüş aparıramsa da, naxalka ataraq, üstünə şər ataraq, yalan danışaraq, mən belə aparmıram. Mən yaraşdıra bilmərəm özümə belə şey. Ki, yalan danışım. Mənim adımdan fakt var. Dünən söhbətdən sonra fakt mənim adımdan yalan danışılıb, endgilə deyilib ki, Kadero belə deyil. Mən də ortaya bir dənə atsam, belənsə normalli bir dənə söz. Qalacaq belə çox adamın içində. Başa düşsən? Mən prosta onu eləmirəm. Mən söyüş atmıram ortaya. Bir dənə prosta deyirəm, insan kimi deyirəm, xəbərdarlıq eləyirəm, eləməyin. Allah haqqı deyirəm, iyrəncləşərəm, çox pis iyrəncləşərəm. Ağına bozuna baxmaram. Nə var, nə yox, hamısını açıb tökərəm ortaya. Belə
Cırıq-cırıq olar da az rep. Yəni deyirəm, eləməyin. İşinizlə məşğul olun. Mənim sizinlə işim yoxdur. Yenə deyirəm, mənim söhbətimin məğzi Vaxoya aid deyil ha. Bu söhbəti Vaxo üçün, bu canlı yayım ümumiyyətlə Vaxo üçün deyil. Prosta bir iki dənə yer orada, yəni lazım idi o tərəfə deyilmək, deyildi. Mən demişdim ki, yalan, şər, təhqir, söyüş və üçüncü bir şəxs qatılmayacaq söhbətə. Və bunun qatılacağı təqdirdə də nədir, nə deyil, deyilmişdi. Lazım olacaq o yazını, onu da görəcəksiniz. O söhbəti də aydınlığa gətiriləcək, görəcəksiniz nə var, nə yox. Amma mən ciddən Vaxo ilə söhbəti, Niko ilə, Niko heç nə, Niko ümumiyyətlə qatmıyor. Təzə adlar soxmayın söhbətin içinə. Niko da heç nə ad soxmayın, qaqaş söhbətin içinə. Mənim, yəni, məsələ nədir, onu görəcəksiniz nə var, nə yox. Yəni, mən Niko ilə heç bir söhbətim yoxdur ya, heç bir əlaqəm yoxdur. Niko Vaxo'nun dostudur, tamam, okey. Amma yenə edirəm, mənim o ünvana heç bir sözüm yoxdur. Yəni, qaqaşa uğurlar, bomba kimi, yəni başqa heç nə. Amma bu söhbətdə, öpürəm Emin, bu söhbətdə mənim üstümə şəri atıb, mənim üstümdə saxlayıb oyunu bağlamaq, bunu mən sizə qoymayacağım, qaqaş. Bunu prosto biləsiniz. Ki, Kadero meydan sənindirlə bağlı bu sözü dedi. Vaxo dedi, elə deyil, Passerdə çıxdı, təsdiqlədi, qaldı Kaderon peçində, yox. Mən sizə hamınıza göstərəcəm ki, elə deyil. Ya mən göstərəcəm elə deyil, ya da elə özləri göstərəcəklər ki, elə deyil. Yəni, mənim göstərəcəyim metod pis olacaq. Yəni, iyrənc olacaq. Ailəm hamı küsəcək bir-birindən, üz-üzə gələndə salam verməyəcək bir-birimizə. Mən eləsəm elə eləyəcəm. Çünki siz mənə üstümə attınız, şər attınız mənim üstümə. Yaşasın şər dediyimdə, yəni bunu belə şey eləməyin. Yəni mən olan şeyi demişdim. Birbaşa olan şeyi demişdim. Mən bu olan şey olduğu ilə bağlı belə sübutum var. Başa düşürsünüz ki, yəni bu şey belə olur. Pərviz mənə bunu belə deyib. Bu ilə bağlı belə, yəni mənim sübutum var da, başa düşürsünüz. Amma mən deyirəm, mən bu adamlar nə elədi? Götürdülər, iki dənə şey paylaşdılar və elə görsəndi ki, qaldı Kaderonun peçində. Yəni, halbuki haqsızlıqdır. Başa düşdün, onlar düzələmədi, elə deyildi. Mən dediyim kimi idi. Mən söyüş bilərəm ki, mən dediyim kimi idi. Başa düşürsünüz? Söyüşdən əlavə, söyüş sübut deyil. Ya mən belə sübut eləyə bilərəm. Başa düşdün ki, yəni məsələ mən dediyim kimidir. Başa düşürsünüz? Uşaqlar yazıları yazmayın, başınıza dönərmişsiniz. Heç nə oxumayacağım. Amma kim canlı yayıma yarıdan qoşulub, baxırsa ki, Kadero yenə göt-göt danışır, o adamlardan xahiş edirəm ki, yayıma başdan baxsınlar. Mən heç bir Pərvizin fanatı və yaxud digər yeni nəslin fanatları zadı, yəni özümə çəkmək niyyətim yox deyə, mənim, yəni ciddən deyirəm, mənim başım ümumiyyətlə başqa cür işləyir. Sizin o kütlənin müəyyən qisminin getdiyi kimi getmir. Mənim başım tamam başqa cür işləyir. Mən başqa bir adamam. Bu məsələ düzəlməlidir. Yəni, bu deyilməlidir ki, elə deyil, belədir. Kadero, çünki mən yalan danışmamışam. Amma hal-hazırda elə görsənə ki, mən yalan danışmışam. Yəni, bunu düzəltmək də bu şəri mənim üstümə atanlara qalır. Sadəcə bir neçə gün gözləyəcəm. Demişəm, bir neçə gün gözləyəcəm. Bir neçə gündən sonra heç kim məndən incməsin. Heç kim ağına bozuna baxmayacam. Nə var əlimdə, nə yox. Belə vuruşmursunuz. Hər türlü, hər şey atacam ortaya. Öpürəm sizi, özünüzdən müğayət olun. Bir neçə gün gözləyəcəm, görüm nə olur. Sonra söhbət edərik. Və yayımımın orasını burasını belə xırda-xırda götün başını kəsib cəmaata götürüb belə ibnə kimi atmayın. Kontekstdən çıxartmayın söhbəti. Yəni, mən heç kəsə hal-hazırda söymədim, heç kəsə təhqir eləmədim. Sadəcə olaraq baş verənləri danışdım. Yayın paylaşılacaq, əlbəttə yayın paylaşılacaq. Sev eləyəcəm, bəli, Şurikinkin olsudur. Yəni, mən bu pakaleyniyan adamıyam. Başa düşürsünüz, mən indiki belə göt-göt söhbətlərə, bir-birinə şər atsınlar, zadnəm, kiminsə üstünə, mən belə adam deyirəm. Başa düşdüm, mən başqa cür böyümüşəm. Allah tamam rəhmət eləsin ki, mən belə fəxr edirəm ki, mənim atam yəni, xarakter mənim atamdan keçib. Düzə düz.
Və Rəbbimə şükürlər edirəm ki, Tanrıya şükürlər edirəm ki, mənə həmişə ədalətli olmağa, ədalətli hökm verməyi nəsib eləyib. Ona görə də yenə deyirəm, mən nə dedimsə arxasındayam, dəlili ilə, sübutu ilə falan hər şeylə. Ya bu məsələ bərpa olunacaq, ya da hər şeyi darmadağın eləyəcəm. Hər şeyi, bunu anlayın ha. Oyun gedir ha bütün vəziyyətdə. Hər şeyi məhv eləyəcəm. Yəni mənə olan məsələdən getmir ha söhbət. Bütün qeymin götün başını dağıdacam. Öpürəm siz uşaqlar, özünüzdən müğayət olun. Dalımca danışanın, dalımca söyənin, dalımca pis şər atanın bundan sonra deyirəm də. İndi buna qədər kim nə deyib, yığar, belə ürək istəsə söhbət eləyərik. Aydınlığı da var, hər şey də var. Bu andan etibarən dalımca haqsızlığına bir şey deyən oğlanın kişiliyinə tüpürüm, qeyrətinə tüpürüm. Öpürəm sizi. Düzə düz, səhvə səhv. Özünüzdən müğayət olun.